Salam dostlar. Bir çox adamlar mənə hər gün eyni şeylər barədə direktlərdə yazırlar ki, Nadim bəy, konkret açıq dillə nə demək istədiyinizi bu paylaşımlar barədə. Mən açıq hər şeyi deyə bilmirəm də, bir səbəbləri var. Məni də anlamaq lazımdır. Bu bir. İkincisi də ki, hər şeyin %100 rəqəmləri ilə, tarixləri ilə demək olmur. Mənim içimdə yaxın zamanında baş verəcək zəlzələdən bir uğultu səsləri, bir narahatçılıq var deyə mən sizlərə tarix deyə bilmirəm. Amma içində yaxın zamanda dünyada baş verəcək və dünyanın bir çox bölgələrdə baş verəcək bir çox insanların başına gələ biləcək səslər, qışqırıq səsləri, gərginlikləri, böyük maşınların qaçışları, böyük binaların gərginlikləri, sular, sellər, bu kimi fraqmentlər gəlir. Amma mən özümə də çox sual verirəm ki, bu hansı tarixdə bizə gəlir? Mən də o tarixi demək biraz mənə çətin olur. O qədər də rahat deyil. Bu olsaydı bir 5-6 il, 10 ildən sonra indi o uğultu səsləri olmazdı. Bu yəqin ki, yaxın illərə, aylara, günlərə aid olan bir şeydir ki, mən bu uğultu səsləri getdikcə daha çox görməyə başlayıram. Yəni mən bunları sizə deməyə bilərəm. Mən deyirəm ki, özüm bilirəm, özüm üçün yaşayaram və özüm də öz həyat evinizdə çox vaxtında vaxt keçirdirəm. Daha içim sıxılıb gərgin olanında heç Novostroykada da olmuram. Yəni çıxıram, həyat evinə gedirəm. Sizlərə mən həmən günü deyə bilmirəm deyə, indidən olan uğultu səsləri var deyə, ona görə deyirəm ki, yanında məsəl üçün çoxları it pişik saxlamalı, sizə bunlar narahat olar, xəbərdarlıq edər və maqnit poli sizi sıxan zamanlar ola bilər. Gərginlik hər bir kəsin bir böyük zəlzələ, bir şeylər olduğu zamanından əvvəl daxilində bir gərginlik hissləri olur. O zaman çıxın 1-2 saat həyatda gəzin. Yəni ki, bugün bu şeylər, gərginliklər varsa, sabahki gün əsasən 1-12 saatdan, bir neçə saatdan çıxın, biraz gəzin. Bir də ki, pişik it narahat özünü hiss edirsə, onları yəni ki, görürsə o pişiklər əsas qaçmağa, gizlənməyə yer axtarırlar. Onlar evdə qaranlıq yerlərə. İt də biraz uluyursa bilin ki, nəsə ola bilər yəni. O yüzden mən sizlərə bunu deməyə də biləm. Hər şey Allahın işindir, Allahına məxsusdur deyən o kəslərə də mən nə deyirəm ki, Allah sizə proqnoz verə bilib, sizi qoruya bilirsə qorusun da. Sabah kim qorumursa deyəcək ki, bunu Allah qorumadı, kim qorursa deyəcək ki, bunu Allah qorudu. Amma həyat evində yaşayan hər bir kəs %99%-dən də artıq olaraq bunu zəlzələ olduğu təqdirdə qorumaq şansı var. Bu şansını öz əlində ola-ola Novostroykada yaşayanların kiminsə başına hadisə gələcəksə, söhbət bir Azərbaycan getmir, bütün dünyadan. Onu deyəcəksiniz ki, Allah qoruyan Novostroykada da qoruyur. İndi yeraltı təkanların hansısa bölgəsinə, yeraltı yerində deşiklər, təkanlar çox yaradıraq, hansısa binalar köhnədirsə, yıxılmaq ehtimalı, sürüşmə ehtimalı yıxılırsa, bu Allah qorumadı. Hansısa möhkəm tikilib, möhkəm yerdə də talçoq az olursa, qorunursa, bu da adı qoyacaqsa Allah qorudu. Cahillik çox baş alıb gedir. Əsas da bu dindarlarda, çoxundan xətrinə dəyməsin. Dini dərin bilənlər, din üzərindən saqqal, şarşalı quraraq, öz maraqlarla məşğuldur. Öz pul qazanmaq, öz şəxsi qəşəng oradan pul qazanaraq, öz maska taxaraq maraqlarla 2-3 arvad alınlar, kim, nə bilim, şal böşmə başına bağlayıb minonundan çıxan kim. Təbii ki, onlara bizim kimi insanlar sərf eləmir. Çünki onların yoluna gedən bir çox din altında, dini dərindən bilməyən insanlar ki var, onlardan istifadə eləyə bilmirlər.